Salam, hər birinizi xoş gördük. Ekologiya, biosfer, ekoloji amillər, ekoloji sistemlər və qida zəncirləri, ekoloji piramida mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. Birinci testə baxaq. Oikos sözünün Yunan dilindən tərcüməsi bilirik ki, oikos yaşayış məskəni, yaşayış yeri deməkdir. Bir də düzgün cavabımız C variantı. Yunan mənşəli plankton sözünün mənası planktos azmış deməkdir. Daha çox növ müxtəlifliyi olan bitki qruplaşmasını göstərin. Deməli, burada daha çox növ müxtəlifliyi olan tropik meşəni götürürük. Nə üçün? Çünki bax, iynəyarpaqlı meşədə demək ki, ancaq iynəyarpaqlı üstünlük təşkil edir. Burada palıdlıq, bataqlıqda bilirsiniz ki, çox az bitki bitir. Çəməndə məsələn ot bitkilər daha çox üstünlük təşkil edir, amma tropik meşə qarışıq meşədir. Bütün hər növ məsələn ağacdan, koldan orada ola bilər. Ona görə də biz burada düzgün cavab kimi Y variantını götürürük. Qırmızı kitab nədir? Deməli, qırmızı kitaba bilirik ki, nadir və nəsli kəsilmək qorxusu altında olan, yəni nəsli kəsilmək üzrə olan bitki və heyvan növləri ora salınırdı. Burada da düzgün cavabımız olur B variantı. 5-ə baxaq. Hansı bitki və heyvan növlərini qırmızı kitaba daxil etmirlər? Daxil etmirlərsə, bu deməli çoxalmaqda olandır, yəni sayı çoxalandır. Bu da demək uyğun gəlir B variantına, yəni tərəqqidə olan növlərə. 6-cı testə baxaq. Üzüm maddələri ən sadə birləşmələrə parçalayan mikroorqanizmləri birləşdirən termini göstərin. Bilirik ki, ən sadə deməli minerallara qədər parçalayan mikroorqanizmlər redusentlərdir. 6-da düzgün cavab olar D variantı. 7-yə baxaq. Mürəkkəbçəkilər fəsiləsinin qısa günlü nümayəndəsi. Burada qısa günlü nümayəndə payız gülüdür. Yəni mürəkkəbçəklərə aid olan payız gülü qısa günlü bitkidir. Bu da payızda bitir adından bəllidir. 8-ə baxaq, qısa günlü bitkidir. Burada soğan gülü qısa günlü bitkilərə aiddir. 9-cu testimizə baxaq. Bir çox canlılar səhra və yarım səhralarda yaşayırlar və bunlarda rütubətin çatışmazlığına qarşı bir sıra uyğunlaşmalar əmələ gəlmişdir. Aşağıdakılardan bu cür uyğunlaşmaya aid olmayanı göstərin. Baxaq, güclü inkişaf etmiş kök sistemi. Səhra və yarım səhra deməyə yaşayan canlılar üçün, bəli, onlarda güclü kök sistemi inkişaf eləmiş olur. Kök sistemi daha doğrusu güclü şəkildə inkişaf eləmiş olur. A düzgündür. Biz aid olmayanı tapacağıq. Yay yuxusuna getməsi, bəli, su çatışmazlığından, qida çatışmazlığından yay yuxusuna gedirdilər. Fotosintezin intensivliyi. Deməli, bunlarda fotosintez intensiv getmirdi. Nə üçün? Çünki fotosintez onsuz da bu səhra, yarım səhradır və bu zamanda su tapmır, onsuz da su da çox azdır. Ona görə də fotosintezin intensivliyi burada zəifləyəcək. Ona baxaq, quru biogeosenozların əsas biokütləsini nə təşkil edir? Təbiidir ki, bitkilər, bu da ali bitkilər C variantı. 11-ə baxaq. Demək, hansı növlər qırmızı kitabda qeydə alınmır? Bayaq dedik ki, bir tərəqqidə olanlar, bir də ümumiyyətlə nəsli kəsilmiş növlər. Ki, yəni ta o növlər haqqında heç bir məlumat yoxdur. Ona görə də D variantı uyğun variantdır. Yalnız uzungünlü bitkilər verilmiş sıranı seçək. Deməli, burada payız gülünü çıxdım. Soğan gülü, payız gülü, soğan gülü bu variantları çıxdaş eləyəndən sonra geriyə qaldı məndə D variantı. 13-ə baxaq, fotosintez edici olmayan avtotroflar hansıdır? Bilirsiniz ki, xemosintez edici canlı orqanizmlər avtotrofdurlar, amma onlar fotosintez etmirlər. Adlarından da bəllidir. Kimyəvi reaksiyaların enerjisindən istifadə edərək özləri üçün üzüm maddə hazırlayırlar ki, bu da xemosintez adlanır. 13-də düzgün cavabımız A variantı. 14-ə baxaq, hansılar produsentdir? Yalnız fotosintez edicilər, yalnız xemosintez edicilər, yalnız fotosintez edicilər deyə bilmərəm, produsent deyir çünki. Xemosintez ediciləri yenə götürə bilmərəm, çünki hər ikisi produsent canlıdırlar, özləri üçün üzüm maddə hazırlayırlar. Yalnız avtotroflar deyə bilərəm, çünki avtotrofları xemosintez, fotosintez hər ikisi ora daxildir. 15-ə baxaq. Hansı biogeosenozda maddələrin təbii dövranı daha az həyata keçirilir? Deməli, bilirsiniz ki, bax, okean dərinlikdədir deyə orada təbii dövran az həyata keçiriləcək orada. Alp çəmənliyində keçir, səhrada, Qaradağ tarlasında, hamısında ümumiyyətlə burada tundrada daha doğrusu keçirilir. Amma təbii dövran dediyinə baxın, Qarğıdalı tarlasında təbii dövran baş vermir. Çünki bu insan tərəfindən suni şəkildə yaradılıbdır. Ona görə də burada təbii dövran daha az həyata keçirilir. 15-də düzgün cavabımız oldu Y variantı. 16-ya baxaq. Qida zəncirində redusentlərin yerini göstərin. Bilirsiniz ki, redusentlər hər bir halqadan sonra yerləşə bilər. Yəni, bitki, məsələn, məhv olar, bitkidən sonra redusent olar. Və yaxud da bitki yeyən heyvan çəyirtkə məhv oldu, yenə redusent düzülər. Ona görə də deyirik ki, hər bir halqadan sonra. Burada düzgün cavab D variantı.
17-ci testə baxaq. Aşağıdakı mülahizələrdən hansı doğrudur? Deyir, qurudakı bitkilərin bioçitləsi buradakı heyvanların bioçitləsindən çoxdur. Bəli, bu fikir düzdür. Çünki quruda bitkilərin sayı heyvanların sayından çoxdur. Ona görə də onların bioçitləsi də çoxdur. Demək, düzgün cavabımız oldu A variantı. 18-ə baxaq. Bioçitlə nədir? Bioçitlərin bilirsiniz tərifi dərslikdə də var. Ona görə də burada ümumi şəkildə götürə bilərik ki, sahə və ya həcm vahidinə düşən üzüm maddələrin quru çəkisinin və ya onda olan enerjinin miqdarıdır. Demək, burada düzgün cavabımız oldu Y variantı. 19-a baxaq. Əgər növün xilası yalnız xüsusi mühafizə tədbirləri görmək yolu ilə mümkündürsə, onda bu növün xilası deyirsə, demək bu növ neynir? Nəsli yavaş-yavaş azalıb sıradan çıxır. Ona görə nəsli kəsilməkdə olan növdür deyirik. 20-yə baxaq. Autos sözünün mənası Yunan dilindən tərcüməsini soruşub. Autos, məsələn, avtotrof sözündə, yəni autos özü deməkdir. Biogeosenoz anlayışına uyğun gələn termin, dərslikdə yazılıbdır ki, buna uyğun gələn termin ekosistemdir. Orqanizmin həyatında baş verən hadisələr, böyümə, çoxalma, nəsil vermə, tüləmə, köçmə, qış və yay yuxusu, qışa və qışlamaya hazırlıq kimi dövrü hadisələr nə adlanırdı? Bunlar adlanırdı bioloji ritmlər. Canlı orqanizmlərin mövsümi inkişafını idarə edən əsas amil hansıdır? Təbiidir ki, bu günün uzunluğudur. Orqanizmin populyasiyaların təbii qruplaşmaların vəziyyətinə və xassələrinə təsir göstərə bilən mühit komponentləri ümumi halda adlanır. Nə adlanır? Bunlar hamısı bir yerdə ekoloji amillər adlanır. Biosferdə canlıların ən böyük sıxlığı hardadır? Demək, ən böyük sıxlıq həmişə litosferdə və hidrosferin səthində olur. Litosferin səthi torpağın məsələn üzərində canlılar yaşayır. Hidrosferin səthində də, yəni suda məsələn üstün canlılar daha çox yaşayır. Ona görə də burada düzgün cavab olaraq B variantını götürürük. 26-ya baxaq. Deyir ki, fotoperiodizm anlayışının mahiyyəti nədir? Bilirsiniz ki, fotoperiodizm günün uzunluğuna qarşı olan reaksiyadır. Yəni buna da uyğun gəldi D variantı. Mövsüm hadisələrinin tənzim edilməsində əsas rolu oynayırdı günün uzunluğu A variantı. Parazit orqanizmləri hansı terminlə göstərmək olar? Parazitdirlərsə təbiidir ki, bunlar konsumentlərdilər. Torpaqda olan saprofit bakteriyalar, bunlar yəni hansılara aiddir? Bu da redusentlərə aiddir. Bilirsiniz ki, saprofitlər redusentlər idi, çürüdürdülər ölmüş bitki və heyvan qalıqlarını. 30-la davam edirik. Trope sözünün Yunan dilindən tərcüməsi trope dəyişiklik deməkdir. 31-də yırtıcı məməllərin əksəriyyəti üçün əsas məhdudlaşdırıcı amil qida çatışmazlığıdır. Çünki qida çatışmazlığı məhdudlaşdırıcı amildir. Olanda bir-birləri arasında rəqabət daha da güclənirdi. 32-yə baxaq. Produsentlərin sayının artması təbiətdə bilavasitə səbəb ola bilər. Produsentin sayı artırsa, demək üzüm maddənin də miqdarı artacaq, oksigenin də miqdarı artacaq. Burada da uyğun gələn cavabımız oldu B variantı. 33-ə baxaq. Əgər suni biogeosenozlarda cücülərin təbii düşmənlərinin sayı azalarsa, onda nə olar? Bax, cücünün təbii düşmənini azaldıblarsa, demək cücünün sayı azalacaq. Cücünün sayı daha doğrusu artacaq. Çünki təbii düşmən azalıb, ona görə də bunun sayı artacaq. Onda uyğun gələn cavab olur A variantı. 34-də baxaq, insanın yaratdığı ekosistem nədir? Yəni, insan əsasən onu yaradırdı. Məsələn, tarla, bağ, park. Bunu bilirsiniz ki, insan sırf, yəni hər kəs özü üçün yarada bilir. Da düzgün cavab oldu, demək D variantı. 35-ə baxaq. Təbiətin yaratdığı ekosistemlərə aiddir. Yəni, bunlar canlı şəkildə yaranıblar. Təbiət, insanın ona bir aidiyyəti olmayıbdır. Bu da palıtlıqdır, küknar meşəsidir, bataqlıqdır. Baxın, buradakı insanın yaratdıqlarına misaldır. Aha, bağ məsələn. Amma burada palıtlıq, küknar meşəsi və bataqlıq isə təbiət tərəfindən yaradılıbdır. Ona görə də düzgün cavabımız oldu B variantı. Daş kömür yataqlarını əmələ gətirən orqanizmlər, daş kömürü bilirsiniz ki, əsasən qıcılar, yəni alisporlu bitkilər yaradırdı, qıcılar. Burada da qıcıların adı yoxdur, amma bitkilər olaraq yazılıbdır. Ona görə də elə bitkiləri götürürük. Torf yataqlıqlarını əmələ gətirən sfaqnum idi, yəni mamırlara daxil idi ki, burada da düzgün cavabımız oldu D variantı, yəni mamırlar. Ən yüksək kimyəvi fəallığa malikdir. Bilirsiniz ki, ultramənoşəyi şüalardır ki, onlar da deməli ozon qatı tərəfindən tutulub az bir qismi gəlib yerə çatırdı.
Fotosintez prosesində əsas rol oynayır. Fotosintezdə yəni hansı şüa əsas rol oynayırdı? Görünən şüalar fotosintezdə əsas rolu oynayırdı. Biosfer hansıların fəaliyyəti nəticəsində formalaşır? Biosfer ümumilikdə canlıların hamısının fəaliyyəti nəticəsində formalaşır. Yəni ayrı-ayrılıqda deyə bilmərik insana, mikroorqanizm, produsentin. Yəni çünki bunların hamısı canlıdır. Ona görə ümumiləşdirib deyirik ki, canlıların fəaliyyəti nəticəsində formalaşır. Məhv olmuş orqanizmlərin üzvü qalıqları ilə qidalanma necə adlanır? Məhv olmuş canlıların qalıqları ilə qidalanırdılarsa, bunlar bizə xeyir verirdi. Ona görə də adlanırdılar saprofitlər. Müxtəlif növlər arasında qarşılıqlı faydalı münasibətlərə əsaslanan əlaqə, müştərək həyat qarşılıqlı münasibət, faydalı münasibətdirsə, bu da simbiyoz adlanır. Qış dövründə dırnaqlı heyvanların populyasiya sayının qorunub saxlanılması məqsədi ilə onların əlavə yemləndirilməsi hansı ekoloji amilə aiddir? Baxın, insanlar heyvanı yemləyir. Elə deyil, qış dövründə dırnaqlı heyvanları, məsələn, qaramaldır, qoyundur, keçidir, bunu insan yemləyir. Ona görə də deyirik ki, antropogen amilə aiddir. 44-də baxaq, deyir, tozlayıcı həşəratların sayının artması ilə əlaqədar olaraq həşəratla tozlanan bitkilərin məhsulunun artması hansı ekoloji amilə aiddir? Bax, tozlayıcı həşərat da canlıdır, həşəratla tozlanan bitki də canlıdır. Demək, bunların bir-birinə təsiri necə təsir olacaq? Canlının canlıya təsiri demişdik ki, biotik adlanırdı, o da A variantıdır. Aşağıdakı biogeosenozlardan hansının növ müxtəlifliyi çoxdur? Gəlin, baxaq. Tarlanı demək insan tərəfindən yaradılıbdır, orada azdır. Park yenə insan tərəfindən, yəni seçilmiş ağaclar məsələn əkilibdir, meyvə bağları yenə seçilmiş ağaclardır, bostan da həmçinin seçilmiş tərəvəzlər əkilibdir. Amma enli yarpaqlı meşədə müxtəlif formada ağaclara, kollara rast gəlmək olar. Təkcə ağac və kollara yox, məsələn üçün ola bilər ot bitkisi, ola bilər orada mamırlar, yəni fərqli, müxtəliflik çoxdur. Göstərilənlərdən hansı ekosistemin davamlılığını artıran əsas səbəbdir? Ekosistemin davamlılığı nə vaxt artar? Orada növ müxtəlifliyi nə qədər çox olarsa, ekosistemin davamlılığı da o qədər artımlı olar. Ona görə deyirik ki, növ müxtəlifliyinin artması. Sonra canlıların qalıqlarını mineral maddələrə qədər parçalanmasında xüsusilə böyük rol oynayan canlılar aşağıdakı hansı sırada göstərilmişdir? Deməli, mineral maddələrə qədər parçalayırsa, demək bu redusent olmalıdır. Redusent bakteriyalar və redusent göbələklər bunlara misaldır. Aşağıda göstərilən heyvanlardan hansılarının məhv olması quru biogeosenozları üçün daha ağır nəticələrə səbəb ola bilər? Burada bitki olsaydı ilk növbədə bitkini götürəcəkdik. Bitki yoxdur, ona görə də burada deyirik bitki yeyən həşəratlar. Nə üçün bunu deyirik? Çünki baxın, ot yeyən məməli bitkini yeyə bilmir. Yırtıcı məməli bitkini yeyə bilmir. Ona görə də məcburdur bunlar bitki yeyən həşəratı yesin və yaxud da hansısa bir heyvanı yesin. Ona görə deyirik ki, bax bunun, yəni bitki yeyən həşəratın sayının azalması biogeosenoz üçün daha ağır nəticələrə səbəb ola bilər. Hansı məməlilər təbii qruplaşmalara daha az təsir göstərir? Bilirsiniz ki, iri ölçülü məməlilər daha az təsir göstərirdilər. Bitki və heyvanların qışlamaya hazırlıq mərhələlərində oxşar fizioloji xüsusiyyətlər aşağıdakı sıraların hansında düzgün verilmişdir? Demək, hər ikisində mübadilə intensivliyi bilirsiniz də, qışa yaxınlaşırsa mübadilə intensivliyi onsuz da aşağı düşəcək. Və demişik ki, bitkilərdə məsələn suyun miqdarı azalırdı və onlarda karbohidrat ehtiyatı toplanırdı. Yəni toxunmalarda yağ və karbohidrat ehtiyatı toplanırdı. Bitki və heyvan dediyinə görə bax toxunmalarda yağ və karbohidratların ehtiyatı toplanırdı. 50-də düzgün cavabımız oldu B variantı.